Gəncə sakini anasının faciəli ölümü ilə bağlı haqsızlıqdan şikayət edir. Onun sözlərinə görə, səhər saat 7-də anası iş başında avtomobilin vurması nəticəsində hadisə yerindəcə dünyasını dəyişib. Lakin mənzil tikinti kooperativ baş verənləri işdən kənar bədbəxt hadisə kimi dəyərləndirərək ödənişin həyata keçirilməyəcəyini bildirib. İcra hakimiyyətinin mətbuat nümayəndəsi də iş vaxtından əvvəl baş verdiyini deyərək kömək edə bilməyəcəklərini deyir. Şikayətçi isə əksini sübut etmək üçün video lentlər təqdim edib. Axı səhər saat 05:30-dur. Yer süpürdürür kamların rəisləri, bax süpürgəçilərə. Nətər iş vaxtı 9-dan 6 yaz ki, bunlar səhər saat 6-ın yarısı zamanda yer süpürdürürlər. Baxın. Həmin görüntülərdə xidmətçilərin səhər saat 6-da belə iş başında olduğu açıq görünür. Buna baxmayaraq, bütün müraciətləri cavabsız qalıb. İndi o yalnız bir sual verir. Əgər bu da iş başında ölüm sayılmırsa, bəs sadə işçiləri kim qoruyacaq? Bu fəryad həm cəmiyyətə, həm də aidiyyəti qurumlara ünvanlanır. İctimaiyyət ümid edir ki, şikayətçinin haqları təmin ediləcək və bu kimi hallara biganə yanaşılmayacaq.